Davam edək müəllimlər. Deməli, təhsil xidmətlərindən başlayaq. Təhsil xidmətləri, yəni müəllimlər təhsil müəssisəsinin tələbə qəbulu ilə bağlı xidmətlər olsun, məktəbdən kənar olsun, beynəlxalq fənn olimpiyadası olsun, yaxud da ki, bizim nizamnaməmizdə nələr varsa, nizamnaməmizdə onunla bağlı xidmətlər. Yəni xidmət ilə sözün özündən məlum olduğu kimi təhsil xidmətlərində tələbə qəbulu olsun, nizamnaməmizdə bizim qanunlarımızda olan xidmətlər olsun, məktəbdən kənar, beynəlxalq kənar olsun, beynəlxalq olimpiyadalar olsun, bunlarla bağlı xidmətlərdir. İndi keçək müəllimlər təhsil qanunvericiliyi və təhsilin məqsədinə. Gəlin birinci buranı izah. Yaxşı, birinci gəlin təhsil haqqında qanun nədən ibarət olduğunu, yəni qanunvericiliyimizin nədən ibarət olduğuna baxaq. Ümumiyyətcə müəllimlər, bizim qanunvericilik deyərkən, yəni bir konstitusiya, bizim ana kitabımız nədir? Konstitusiyadır, dövlətimizin, düzdürmü? Konstitusiyamızda, yəni Konstitusiyamızın 42-ci maddəsi saxlayırıq, hər kəsin təhsil almaq hüququ var, düzdür? Bir konstitusiyamızda, iki bu kitabın özündən, yəni təhsil haqqında qanunu. Bizim hal-hazırdakı kitabımız 2009-19 ilindəki təhsil haqqında qanundur. 3. Məktəbə qədər təhsil pilləsindən, yəni təhsilimizin ilk pilləsindən. 4. Peşə təhsil haqqında qanundan. 5. Azərbaycanın çıxdığı beynəlxalq müqavilələr, tərəfdaş çıxdığı müqavilələrdən. Yəni bu təhsil qanunvericiliyimizin nələrdən ibarət olduğudur. Yəni təhsillə bağlı. Ümumiyyətlə Azərbaycan qanunvericiliyini demir. Təhsilimizin qanunvericiliyidir ki, burada nələrdən ibarət olduğu qeyd olunur. Keçək müəllimlər, indi təhsil qanunvericiliyinin əsas məqsədi, biri də var təhsilimizin məqsədi. Bunu keçən dəfə sizə qeyd elədik. Gəlin başlayaq təhsil qanunvericiliyinin məqsədini. Müəllimlər, qanunvericilik sözü olduğuna görə biz burada qanunvericiliyə aid hissələrə diqqət eləməliyik. Misal üçün, vətəndaşların konstitusiya hüququnun qorunması olsun, sonra təhsil alan olsun, təhsil verənlər olsun, onların hüquq və vəzifələrinin düzgün müəyyənləşdirilməsi. Görürsünüz, yenə hüquq və vəzifə. Görürsünüz, yenə hüququn qorunması. Görürsünüz, yəni onların hüquqi təminatın yaradılması. Yəni bizim üçün burada başlıca prioritet odur ki, yəni biz təhsil qanunvericiliyi deyəndə hüquq və təminat axtarmalıyıq. Burasına diqqətli olun. Biz təhsil qanunvericiliyi axtaranda hüquq və təminat axtarmalıyıq. İndi burada bir xüsusi hissə təhsilimizin məqsədi. Bunu keçən dəfə izah elədim. Təhsilin məqsədi ilə qanunvericiliyin məqsədini qatmamaq lazımdır. Təhsilin məqsədi daha alidir. Yəni Azərbaycan təhsilinin əsas məqsədi daha alidir. Qanunvericilik ancaq qanunlarda olan hissəni idarə etməkdən asılıdır. Deməli, təhsilin əsas məqsədi nələrə daxildir? 1. Vətəndaş şəxsiyyət yetişdirmək. Yəni, bizim birinci işimiz yetişdirdiyimiz şagirdin öz məsuliyyətini dərk edən olsun, demokratik insan hüquqlarına hörmət edən olsun, vətəndaş yəni şəxsiyyət olmalıdır. Burada şəxsiyyət deyəndə milli və ümumbəşəri dəyərlər nəzərdə tutulur. İkinci, mütəxəssis kadr hazırlamaq. Müəllimlər, diqqətli olun ki, yəni bizim şagirdimiz oxuyursa, təhsil alırsa, o ixtisasına uyğun mütəxəssis kadr kimi yetişdirilməlidir. Və üçüncü, həmin o şagird əldə elədiyi bilik, bacarıq vərdişlə, müəllimlər, bilik, bacarıq vərdişlə əmək fəaliyyətini heç olmasa işləyib, yəni özünə bir ən azı öz ixtisasını doğrultmalıdır da. Dedik, bu təhsilimizin məqsədidir. Təhsilin məqsədləri nə oldu? Dedik ki, müəllim, birinci vətəndaş və şəxsiyyət yetişdirmək. Birinci vətəndaş, şəxsiyyət. İkinci nə oldu, müəllim? Bizim yetişdirdiyimiz uşaq mütəxəssis kadr olsun. Yəni mütəxəssis kadr kimi öz işini bacarsın. Üçüncü, həmin o yetişdirdiyimiz şagird bilik və bacarıq vərdişə yiyələnən şagird əmək fəaliyyətini, yəni əmək fəaliyyətini görə bilsin. Bu təhsilimizin məqsədi oldu, müəllimlər. Biz yuxarıda qanunvericiliyin məqsədində gördünüz, orada vətəndaş şəxsiyyət, mütəxəssis kadr yox. Orada deyirik ki, burada yəni vətəndaşların konstitusiya hüququnu qorunsun. Birinci konstitusiya hüququmuz, yəni misal olaraq hər kəsin təhsil almaq hüququ var. Misal üçün təhsil alanların, təhsil verənlərin hüquq və vəzifələri gördünüz, yenə hüquq və vəzifə. Misal üçün təhsilimizin inkişafı üçün hüquqi təminat, yəni təminatlı hüquqi şəkildə yaradılsın. Burasına diqqətli oluruq. Bu təhsil qanunvericiliyindən təhsilin məqsədidir. İndi keçək digər hissəyə. Ümumiyyətcə, təhsil haqqında bu qanun, hal-hazırda bizim keçdiyimiz bu qanun, müəllimlər diqqətli olun. Dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəsi olsun, konsulluqlar olsun, onların yanında təhsil müəssisələrinə, yəni onlara tabe olan təhsil müəssisələrinə şamil olunmur. Bir daha deyirik ki, təhsil haqqında qanun hansı məktəblərə şamil olunmadı, müəllimlər? 1. Dini təhsil müəssisələrinə, 2. Diplomatik nümayəndələrin yanındakı məktəblərə, 3. konsulluqların yanındakı məktəblərə şamil olunmur. Burasına diqqətli oluruq. Keçək müəllimlər, dövlət siyasətimizin əsas prinsipləri buralarda ən vacib nöqtələrdən biri qəbula düşmüş hissələrdən biridir. Bu
Birinci biz sualın şərtinə baxırıq ki, müəllimlər. Bu dövlət siyasətinin prinsipidir. Müəllimlərin ən çox qatdığı yerlərdən biri, dövlət siyasətinin prinsipləri ilə təhsilin idarə olunması, o demokratik şəffaflıq, aşkarlıq var, o prinsiplərə qatılmasıdır. O başqa prinsipdir, bu dövlətdir, daha ucadır. Biri var bir sistemin idarə olunması, biri var ölkənin idarə olunması. Burada ölkənin təhsil sisteminin idarə olunmasıdır ki, əsas prinsiplərinə baxaq görək hansılardır. Baxaq, 1. Biz dedik ki, humanistlik. Humanistlik nədir? Yəni, özündən məlumdur ki, qayğı, baxın, diqqətli olun, hörmət, yəni bunlara əsaslanan toleranslıq, milli və ümumbəşər dəyərlər. Bu milli və ümumbəşər dəyərlər bir yerdə də olacaq, diqqətli olun. Dedik ki, müəllimlər, bu humanistlik oldu. İkinci, demokratiklik. Demokratiklik adından məlumdur ki, müəllimlər, demokratiya, yəni təhsil müəssisəsinə müəyyən səlahiyyət, azadlıq verməlidir. Demokratiya nə deməkdir? Azadlıq, muxtariyyət deməkdir, azad düşüncə deməkdir. Demokratiya budur, demos, yəni azad düşüncə olsun, azad insanların fikirləri olsun. Bu demokratiklikdir. Bərabərlik adından məlum olduğu kimi bərabər şərtlərin yaranmasıdır, bu rahatdır. Keçək milli və deyək dünyəvilik. Bu da xüsusi diqqət olunan hissələrdən biridir, müəllimlər. Biz millilik və dünyəvilik deyəndə elə açar söz var ki, dünyəvi təhsil sisteminin yaradılmasıdır da. Dünyəvi təhsil sistemimiz olmalıdır ki, bizim dünyəvi təhsil sistemimiz. Yəni bu millilik və dünyəvilik prinsipimizi göstərsin. Sonra burada bir dənə oxşar xüsusiyyətlər var, müəllimlər, diqqətli olaq. Dedik ki, müəllimlər, həm humanistdə var milli və ümumbəşər dəyərlərin formalaşması, həm də millilik və dünyəvilikdə var. Çünki milli və ümumbəşər dəyərlərin qorunmasıdır. Yəni bu dəyər, bax, sual oluna bilər ki, diqqətli olun, millilik və humanistliyin dövlət siyasəti içərisində millilik və humanistliyin oxşarlığı hər ikisində milli və ümumbəşər dəyərlər qorunubdur. Növbəti, keçək müəllimlər, növbəti prinsipimiz olan qəbula düşən növbəti prinsiplərdən biri keyfiyyətlilik. Keyfiyyətlilik nədir? Bax, keyfiyyət deyəndə biz nəzərdə tuturuq ki, həmişə misal şagirdlər, müəllimlər olsun, 15-20 nəfəri, 30 nəfəri bir yığırlar, 40 nəfəri, orada keyfiyyət olmur. Biz bunu, yəni beynəlxalq standarta baxanda aparıcı ölkələr olsun, Almaniya, Sinqapurda şagird olsun, müəllimlər olsun, 30-40 nəfər o zaman yığa bilərik ki, orada şuur birinci inkişaf eləmiş olmalıdır və ikinci maddi texniki bazı olmalıdır. Yəni keyfiyyət budur əslində. Bizdə də keyfiyyət nədir? Deyək, şəxsiyyətin, yəni hər kəsin, cəmiyyətimizin və dövlətin maraqlarına uyğunluq olmalıdır. Yəni ki, bizim yetişdirdiyimiz, belə deyək də, yetişdirdiyimiz şəxsiyyət, təhsil sistemi həm şəxsiyyətin, həm cəmiyyətin maraqlarına uyğun olmalıdır, həm də dövlətin. Bu keyfiyyətli təhsildir artıq. Diqqətli olun. Sonra səmərəliliyə keçək. Səmərəliliyin də açar sözü çox rahatdır, müəllimlər. Təhsilimizin faydalı, müasir metodlarla təşkil oldu, səmərəli olacaq. Faydalı, bu sözü unutmaq olmaz. Xüsusi işarə eləyirəm ki, diqqətli olun, faydalı. Yəni, səmərəli nə deməkdir o sözün sinonimi? Faydalı deməkdir, müəllim. Yəni, müasir metodlarla təşkil deməkdir. İndi keçək fasiləsizlik, yəni adından məlum fasiləsiz olmalıdır, daimi olmalıdır, vəhdətli olmalıdır. Bu da rahatdır, müəllimlər, diqqətli olun. Deyirik ki, baxın, birinci daimi nə deməkdir? Yəni, davam olmalıdır, düzdürmü? Yəni, davamlılıq olmalıdır burada. İkinci, təhsilin diqqətli olun, yəni deyirik, vəhdətli olmalıdır, fasiləsiz olmalıdır, düzdürmü? Davam eləməlidir. Deyir, təhsilin bir neçə səviyyədə əldə olunması. Yəni, davam edir də. Məsələn, ali təhsildə deyək, bakalavr, magistr, doktoranturaya gedə bilərsən. Adi ümumi təhsildə, misal olaraq, məktəbə hazırlıq, ibtidai, ümumi orta, tam orta. Görürsünüz, yəni bir növ fasiləsizdir, davam edir təhsilimiz. Yəni, təhsilin bir neçə səviyyədə davam olunması, əlaqənin təmin olunması və davamlılıq sözü gördük, daimli sözü gördük. Bu vəhdətlik, fasiləsizlik olacaq. Sonra, müəllimlər, keçirik varislik. Varis yəni nə deməkdir? Ardıcıl olaraq növbəti nəsil ötürülməsi, nəsil, dövrü ötürülməsi deməkdir. Bu da rahatdır, ona görə çox üstünə qalmayım. Liberallaşdırma da çox rahatdır. Burada da açıqlığın genişlənir. Liberal, açıq fikirli, liberallaşma bu nəzərdə tutulur. Yəni, təhsilimizin liberallaşması, inteqrasiyadakı, yəni uyğunlaşmadır. Yəni bizim milli təhsilimizi dünyəvi təhsil sisteminə uyğunlaşdırılmasıdır. Bu da olacaq dövlət siyasəti içərisində. Dedik ki, inteqrasiya. Gəlin bir dənə ümumiləşdirək, sonra keçək vaxt itirmədən digərinə. Dedik ki, müəllimlər, humanistlik, qayğı, hörmət, tolerantlıq. Demokratik deyəndə azadlıq, muxtariyyət. Bərabərlik deyəndə də bərabərlik, millilik və dünyəvilik. Yəni ki, təhsilimizin dünyəvi təhsil sisteminə diqqətli oluruq. Yəni, milli və ümumbəşər dəyərləri qorunmaqla, çünki millilik və dünyəvilikdir. Dünyəvi təhsil sisteminə qorunmaqdır. Keyfiyyətli deyəndə şəxsiyyətin, cəmiyyətin, dövlətin maraqlarına uyğunluğudur. Səmərəlik deyəndə faydalı,
açar sözlərimiz müasir metodlarının təşkilidir. Fasiləsizlik deyəndə, yəni fasiləsiz bir neçə səviyyədə əldə olunması imkanı və davamlılıq öz əksini tapır. Varislik növbəti nəslə ötürülmə, nəsil. Liberallaşmada açıqlığın genişləndirilməsi, inteqrasiyada milli təhsilimizin dünyəvi təhsil sisteminə uyğunlaşdırılmasıdır. Təhsilin məqsədində bayaq qeyd edelim, vətəndaş şəxsiyyət yetişdirmək, mütəxəssis kadr hazırlamaq və əmək fəaliyyətinə, yəni yetişdirdiyimiz insanın əmək fəaliyyətinə belə deyim, işləyib çalışmasıdır. İndi keçək təhsilin hüququna, dövlət təminatına keçək. Təhsilin hüququna dövlət təminatı. Baxaq müəllimlər. Biz bayaq dövlət siyasətinin prinsiplərini burada keçdik. İndi dövlət siyasətində deyək ki, təminatımıza baxırıq ki, dövlət bizə nə təminat eləyəcək? Təminata baxırıq. Aydındır müəllimlər? Baxa, təmin eləməlidir. Bu təminat vəzifədən üstün kimi olmalıdır. Bu insani dəyəri kimi vəzifədir, belə deyim, ən üstün səviyyə. Deyir ki, dövlət, yəni hər bir vətəndaşın, diqqətli olsunuz, hər bir vətəndaşın təhsil alması üçün, yəni hər hansı bir pillə olsun, səviyyəsi olsun, yəni bu məhrum olmasına icazə verməyəcək. Deyir ki, kim təhsil almaq istəyir, icazə verəcək. Yəni hər bir vətəndaşın, yəni heç kim seçə bilməz, kişi, qadın ya filan vətəndaş olsun. İstənilən pillədə, istədiyiniz səviyyədə təhsildən məhrum olmasına yol vermir. Bu bir. İkinci, diqqətli olursunuz, müəllimlər, diqqətli olursunuz. Dedik ki, ikinci, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir şəxsin təhsilini davam elətdirilməsinə təminat verir. Yəni, dövlət deyir ki, mən sənə təminat verirəm ki, dinindən, milliyyətindən, irqindən asılı olmayaraq hər kəs təhsil alacaq. Üçüncü, deyir ki, milli təhsil ənənələrimizin qorunmasına təminat verirəm ki, Azərbaycanda milli təhsil ənənələrimiz qorunacaq. Yəni, təhsilimizin ənənələri, milli adət-ənənələrimiz qoruyacaq. Dördüncü, xaricdə təhsil alan Azərbaycan vətəndaşları ilə bağlı layihə, proqramlar hərəkət edir. Bu dövlətin təminatıdır ki, yəni xaricdə yaşayan öz milli vətəndaşlarımız belə olsun, onlara yəni təminat olunmalıdır. Və xüsusi ən əsas yerlərə gəlirəm. Deyir, dövlət hər bir təhsil müəssisəsində, hər bir təhsil alan dövlət təhsil müəssisələrindədir. Pulsuz ümumi təhsil almaq. Yəni, misal olaraq, ibtidai, məktəbə hazırlıq, ümumi orta, tam ortada pulsuz təhsil ala bilərsiniz. Və yaxud da ki, ali təhsildə də, peşə təhsilində də pulsuz təhsil almaq hüququnuz var. Diqqətli olursunuz. Sonra müəllimlər, diqqətli olun. Dövlətin hər bir vətəndaşı icbari ümumi orta təhsil almaq hüququ verir. Bax, bu müəllimlərin qatdığı yerlərdən biridir. Biz 9-cu sinifə kimi müəllimlər məcburi təhsil alırıq. Yəni, oxumalıdır hər bir vətəndaş 9-cu sinifə kimi icbaridir. Amma bu dövlətin təminatı da, vətəndaş olaraq, valideyni olaraq mənim vəzifəmdir. Mənim uşağım 9-cu sinifdə oxumalı, 9-cu sinifi bitirməlidir, yəni icbaridir. Ancaq dövlətin bu vəzifəsi deyil, təminatıdır. Açar sözü unutmaq olmaz. Bu dövlətin təminatıdır. Sonra müəllimlər, diqqətli olun. Dedik ki, bayaq demişdik, hətta təhsil müəssisəsində əmək bazarında, yəni əmək fəaliyyətinə məşğul olan şagirdə dövlət işlə təmin olunmasına şərait yaradır. Misal olaraq, deyək ki, hər hansı bir müəllimlik ixtisasını qutarıbsınızsa, müsabiqə ilə, MİQ-ilə gedib müəllim peşəsinə yiyələnə bilərsiniz. Hər hansı bir hüquq və dövlət orqanları ilə bağlı ixtisasları idarəçiliyi qutarmısınızsa, dövlət qulluğundan keçib, dövlət qulluğu imtahanından keçərək işlə təmin oluna bilərsiniz. Sonra müəllimlər, diqqətli olun. Dedik ki, dövlət istəyir orta ixtisas olsun, istəyir də ali təhsil olsun. Bunun hər bir səviyyəsində bakalavrda bir dəfə, magistrdə bir dəfə, yalnız bir dəfə pulsuz təhsil ala bilərsiniz. Misal olaraq, mən tutaq bakalavrın birinci dəfə tarixi qutarmısansa, misal üçün, ya hüquq qutarmısansa pulsuz, ikinci dəfə bakalavrda Azərbaycan ədəbiyyat müəllimliyi oxumaq istəyirsənsə, bunu ödənişli şəkildə həyata keçirəcəksən. Yəni, gedib, yəni, belə deyim, pulsuza düşməkdə, yalnız bir səviyyədə icazə verir. Hər bir təhsil pilləsinin bir səviyyəsində icazə verir. Buna diqqətli olmaq lazımdır. Və kişilərlə də qadınlara siz qeyd eləmişsiniz ki, Azərbaycan Respublikasında, Azərbaycan Respublikasında kişilər və qadınlara biz deyirik ki, bərabər hüquqlu şərait yaradırsın ki, bizim təhsil sistemi, dini təhsil sistemi deyil, müəllimlər, diqqətli olun. Dedik ki, hər bir orta ixtisas olsun, ali təhsil olsun, hər bir səviyyəsində neçə dəfə müəllim yalnız bir dəfə imkan verir. Yalnız bir dəfə unutmaq olmaz. Dedik ki, diqqətli olun. Dövlətin öz vətəndaşlarının işlə təmin olunmasına şərait yaratması dövlətin vəzifəsini təminat, müəllim, təminatıdır. Daha uca bir şeydir. Bayaq dedim. Vəzifə onun borcudur. Təminat daha üstün olan borcudur. Belə yadda saxlamaq olar. Daha üstün. Məsələn, xaricdə yaşayan vətəndaşlarla bağlı proqramlar, layihələr keçirilməlidir. Çünki xaricdə yaşayır. Bu daha üstün borcumuzdur.
və icbari ümumi orta təhsil almaq hüququ vermək dövlətin təminatıdır. Bunu unutmayın, valideynin isə vəzifəsidir. Gecə təhsil sahəsində dövlətin standartları dedik ki, müəllimlər bu 5 ildən az olmayaraq, çox olmayaraq, az olmayaraq qüvvədə qalır. Fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatına uyğunluq normalar məcmusu. Ümumi normalar məcmusu sözünü gördük. Nəyi götürəcəyik? Dövlət standartını. Bu rahatdır deyə çox qalmıram. Və dövlət standartı ilə bağlı xüsusi hissələri də bir daha qeyd edək. Ümumiyyətlə, dövlətin qoyduğu standart qayda, müəllimlər unutmaq olmaz, bütün təhsil müəssisələrinə şamil olur. Yəni, hər bir təhsil müəssisəsi, bütün təhsil müəssisələrində dövlətin qoyduğu standartlara uyğun olmalıdır. Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı, müəllimlər, xüsusi dövlət standartı olur. Bunu unutmaq olmaz. Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı xüsusi dövlət standartı qeyd olunur. Misal olaraq deyək, onların eyni sinifdə təhsil alması üçün, onların evdə təhsil alması üçün görürsünüz ki, standartlar fərqlidir, proqramlar fərqlidir ki, bu uşaqlar, yəni xüsusi dövlət standartı ilə olmalıdır. Çalışırlar, bəli, onlar da adi uşaqlar kimi eyni sinifdə, eyni təhsil müəssisəsində şamil eləsinlər. Ancaq hal-hazırda biz onlara xüsusi, yəni dövlət standartı əsasında qaydalar müəyyən olunur, unutmaq olmaz. Sonra müəllimlər dedik, bütün təhsil müəssisələrinə və xüsusi dövlət standartı əsasında müəyyən olunur. Keçək növbəti hissəyə. Müəllimlər, təhsil müəssisələrinin fəaliyyəti olsun, yəni təhsil müəssisəsinin fəaliyyəti olsun, təhsil alanların qiymətləndirilməsi olsun, bunlara diqqətli olmaq lazımdır. Bunların hamısı diqqətli, istəyir akkreditasiyası olsun, atestasiyası olsun, dövlət standartına əsasən. Bunu bir dəfə testdə salmışdım, diqqətli olun. Dövlət standartı kurikulumdan ya akkreditasiya, attestasiya ilə müəyyən olunmur. Akkreditasiya, attestasiya dövlət standartı ilə müəyyən olunur. Bax, burasında diqqətli olmaq lazımdır. Biz əgər akkreditasiyanı hazırlayırıqsa 5 ildən bir, ya attestasiyanı hazırlayırıqsa şagirdlərlə bağlı, müəllimlərlə bağlı. Buna biz hazırlayanda dövlətin qoyduğu standartlara baxmalısınız. Başa düşdünüz müəllimlər? Yəni dövlətin qoyduğu standartlara baxmalısınız. Unutmaq olmaz. Və dedik ki, bu dövlət standartını kim müəyyən edir? Müvafiq icra hakimiyyəti orqanı, biz bilirik ki, Elm və Təhsil Naziri. Hansı orqana tabisinizsə, orqan təyin və ən əsas yerə hissəyə gəldik. Buralara diqqətli olmaq lazımdır, müəllimlər. Ən əsas hissəyə. Deyirik ki, dövlət standartları diqqətli olun, müəllimlər. Dövlət standartları diqqətli olun. Beynəlxalq, milli və ümumbəşəri dəyərlər nəzərə almaqla müəyyən olunur. Yəni, biz dövlətin təhsil standartını müəyyən eləyiriksə, dövlət standartı yəni dövlətin təhsil standartı nəzərdə tutulur da onsuz da. Biz baxmalıyıq bir beynəlxalqa, bax diqqətli oluraq müəllimlər, bu bizim o qədər vacib hissədir ki, biz baxmalıyıq birinci beynəlxalqa, ikinci milliyə, üçüncü ümumbəşəri dəyərlərə. Baxın bir daha deyirəm. Biz dövlət standartını hazırlayanda dövlətin təhsil standartına, yəni sınanmış beynəlxalq meyarlara baxmalıyıq, Sinqapur təhsili, Finlandiya təhsili olsun, inkişaf eləmiş təhsil sistemləri. İkinci, diqqətli olsun, milli və üçüncü, ümumbəşəri dəyərlərə baxmaq lazımdır. Bir daha diqqətli olaq. Dedik ki, dövlət standartını baxanda nəyə baxmalıyıq? Beynəlxalqa, milliyə və ümumbəşərə. Bu çox vacib və vacibin vacibi olan diqqətli olun hissələrdir. Yəni, dövlətin standartlarında 1 beynəlxalq müəllim, 2 milli və 3 ümumbəşəri dəyərlərə nəzər almaqla fəaliyyət göstərir. İndi baxaq, dövlət standartı nəyi müəyyən edir? Müəllimlərin ən çox səhv elədiyi hissələrdən biridir, diqqətli olun. Dövlət standartı müəyyən edir. Görək, nəyi müəyyən edir? Müəllim, dövlətin qoyduğu standart nəyi müəyyən edir? Baxaq. 1. Təhsilimizin məzmunu müəllim. Görək məzmunu necə olmalıdır? Təhsilimizin idarə olunması. Görək idarə olunması necə olmalıdır? Sonra maddi texniki bazamız, yəni infrastrukturu. Sonra diqqətli olun. Təhsilimizin keyfiyyət göstəriciləri, yəni təhsilimizin deyəndə müəllimlərimizin keyfiyyət göstərir. Yəni müəllimin nə dərəcədə keyfiyyəti var? Müəllimin hansı bacarıqları var? Yəni dövlətin standartıdır bu. Sonra şagirdlərin, yəni təhsil alanların bilik, bacarıq vərdişlərinin səviyyəsi. Məsələn, ibtidai səviyyəni qutarır, ümumi ortanı, tam ortanı, bunları diqqətli olmaq. Sonra dedik ki, şagirdlərimizin səriştələri. Şagirdlərin səriştələri, hansı səriştələrə vacib? Yəni, tənqid olsun, yaradıcı olsun, məntiq olsun, yəni vətənpərvərliklə bağlı olsun, yaxud da ki, yəni digər dilləri bilməklə olsun, hansı səriştələri var? Sonra tədris olunan fənlər və məşğələ, Azərbaycan dili, dərnəklər, bu dərsdən kənar məşğələlər, bunların hamısı dövlətin standartıdır. Sonra müəllimə, burada əsas vacib isə tam orta təhsil səviyyəsinin təşkili. Yəni, bu qayda vacibdir. Orada qəsdən yazar ki, müəllimlər, diqqətli olmağa. Yazar ki, ümumi orta təhsil səviyyəsinin təşkili. Xeyr, dövlət standartı tam əhatə edir. 11-ci sinifə kimi əhatə edir müəllimlər. Bu sizin heç vaxt yəni
səhvə yönəltməsin. Dövlət standartı ümumi ortaya kimi davam eləmir, 9-cu sinifə kimi davam eləmir ki, tam ortaya kimi davam edir. Burasına da diqqətli olmaq vacibdir. Sonra bayaq dedim, dərs və dərsdən kənar məşğələ saatlarının miqdarı, məsələn, tədris planında bizə bu göndərilir. Düzdürmü müəllimlər? Sonra pedaqoji tələbləri, yəni ki, biz dövlətin standartlarından biri odur, şagird yönümlülüyü qoymalısınız, şəxsiyyət yönümlülüyü qorumalısınız. Misal üçün deyə şagirdlərin deyək ki, bərabər imkanların yaradılması olsun, inklüzivlik olsun. Bunlar pedaqoji tələblərdir. Və şagird nailiyyətinin qiymətləndirilməsi və monitorinqi də ki, biz aparırıq. İndi tədris dilinə keçirik. Ümumiyyətlə bilirsiniz ki, bura rahatdır müəllimlər. Tədris dili Azərbaycan dilindədir, lakin biz bilirik ki, tədris dili Azərbaycan dilində unutmaq olmaz. Digər dillərdə də tədris müəssisələri ilə bağlı digər dillərdə də aparıla bilər. Və hətta bundan bağlı hazırlıq sinifləri və kursları da təşkil oluna bilər. Və vacib hissəyə gəlir. Əgər tədris digər dildə olsa, müəllimlər, onda hansı fənlər məcbur olur? Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiya məcbur olur. Hansı fənlər? Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya. Hansı dildə aparılmalıdır? Azərbaycan dilinə. Dedik, dövlət standartı bütün təhsil müəssisələrində olmalıdır. Hansı təhsil müəssisələrində? Bütün, yəni xüsusi, qəsdən yazar ki, ancaq sağlamlıq imkanları məhduddur. Qəsdən yazar ki, ancaq ümumi təhsil. Xeyr, bütün dövlət təhsil müəssisələri, məsələn, ali təhsil olsun, orada da dövlətin standartı var. Peşədə olsun, orada da standartı var. Sonra, sağlamlıq imkanları məhdudlarla bağlı xüsusi dövlət standartıdır, diqqətli oluruq, yəni onlarla bağlı xüsusi dövlət standartıdır. Sonra, dedik ki, akreditasiya olsun, attestasiya olsun, təhsil müəssisələrinin fəaliyyəti olsun, hamısında dövlətin standartına baxmaq lazım. Nə olsun ki, akreditasiya 5 ildən birdir. Akreditasiyaya baxan daha nəyə baxmalıyım? Dövlətin standartına. Dövlət standartı hansı meyarlar nəzərə alır? 1. Milli, 2. Beynəlxalq, 3. Ümumbəşər dəyərlər. Nəyi də müəyyən elədiyini bayaq qeyd elədik. Sonra təhsil sistemimizə qaydaq, müəllimlər diqqətli olun. Təhsil sistemimizdə nələr daxildir? Təhsil sistemimizə müəllimlər təhsillə bağlı, yəni elmi tədqiqat işi aparan informasiya mərkəzləri olsun, tibbi profilaktik əczaçılıq strukturları olsun. Misal üçün deyək, tibb universiteti belə olsa, bu universitet təhsildir də müəllimlər. Tutaq ki, hər hansı bir deyək ki, tibblə bağlı layihələr olsun, ümumi təhsil müəssisələrində də keçirilə bilər də. Misal üçün şagirdlərlə bağlı. İdman sağlamlıq mərkəzləri olsun, kampuslar olsun. Bunların hamısı təhsillə bağlı olduğuna görə təhsil sisteminə aiddir. Diqqətli olmaq lazım və bütün təhsil müəssisələrinə şamil olunur. Sonra deyir ki, müəllimlər, təhsillə məşğul olan qeyri-hökumət təşkilatlara, elmi metodik şuralar ola bilər ki, misal üçün AQMA, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası. Biz bir diqqətli olmalıyıq ki, AQMA təhsillə məşğul olur deyə təhsil sisteminə aiddir. Ola bilər hansı bir asan xidmətin qeyri-hökumət təşkilatı, əgər təhsillə məşğul olmursa da bu təhsil sistemimizə daxil deyil, bunu unutmaq olmaz. Təhsil sistemimizə daxil olan hissə deyəndə, yəni o qeyri-hökumət təşkilatı olsun, o assosiasiya olsun, təhsillə məşğul olmalıdır. Misal olaraq deyək ki, hər hansı bir tibbi profilaktik tədbirlərlə bağlı, əgər bu təhsil vermirsə, əgər bu təhsillə bağlı iş görmürsə də, bu artıq belə deyim, təbibə aid məsələdir. Yəni Təhsil Nazirliyinə daxil deyil. Və keçirik ən vacib olan hissələrdən biri, təhsilimizin keyfiyyət səviyyəsi. Bax, bizim bayaq dedik ki, dövlət siyasətinin prinsipləri içərisində, baxın, qayıdıram yuxarı, dedik keyfiyyətlilik olmalıdır. Düzdür müəllimlər? Keyfiyyətlik nə idi? Dedik, şəxsiyyətin, cəmiyyətin, dövlətin, maraqlarına uyğunluq olmalıdır. Düzdür? İndi baxaq görək bu keyfiyyət necə əldə edilir? Təhsilin keyfiyyəti necə əldə olunur? Bax, necə bilək ki, təhsilimiz keyfiyyətlidir? 1. Burada da vacib olan şeylər var. 1. Burada artıq milli yox, müəllimlər, beynəlxalq və ümumi Avropa dəyərləridir və bu diqqətli olursunuz ha. Beynəlxalq və ümumi Avropa dəyərləridir və bunu unutmaq olmaz. Beynəlxalq və ümumi Avropa dəyərləridir. 2. Maddi texniki bazamız olsun, müəllimlərimizin keyfiyyət göstəriciləri olsun. Yəni biz bilməliyik ki, diqqətli olan müəllimlər ki, yəni belə deyim, bizim təhsilimizin keyfiyyəti. Əgər bizim müəllimimiz normal olmasa, bizim deyək maddi texniki bazamız, elektron lövhələrimiz olmasa, oradan yüksək təhsil əldə olmaq biraz çətinlik törədəcək bizə. Dedik ki, maddi texniki baza, infrastruktur olan hissə, diqqətli olun, bu 1. Bir dedik ki, nə oldu? Təhsilimizin keyfiyyətini müəyyən edən həm beynəlxalq, həm ümumi Avropanın müəyyən elədiyi proqramlar, yəni bu uyğunlaşdırma, keyfiyyət göstərir. 2. Maddi texniki baza, infrastruktur. 3. Abituriyentlərin hazırlıq səviyyəsi. Biz şagirdlərimizin nə qədər beynəlxalq milli olimpiadalarda qalib olmasını görürüksə də, yəni bu və bu abituriyentlərin hazırlıq səviyyəsini müəyyən, yəni bu təhsilimizin keyfiyyət səviyyəsini müəyyən edir. Və bir daha deyir, təhsilin keyfiyyət səviyyəsi necə müəyyən olundu? 3 dənə. 1.
maddi texniki baza, infrastruktur, müəllimlərimizin keyfiyyət göstəriciləri ilə, 2. şagirdlərimizin hazırlıq səviyyəsi ilə diqqətli olunaq. Və 3. Yəni təhsilimizin, dövlət təhsilimizin beynəlxalq və ümumi Avropa dəyərlərinə diqqətli olun. Beynəlxalq və ümumi Avropa təhsil sisteminə uyğunlaşdırmaqla. Bu təhsilimizin, ümumiyyətlə təhsilin keyfiyyət səviyyəsidir müəllimlər. İndi keçək təhsil müəssisəsində baxaq görək kadrımızın keyfiyyətini necə öyrənək. Biz dedik axı təhsildə keyfiyyət üçün kadr vacibdir. Müəllim olsun, şagird olsun, kadr vacibdir. Görürsüz burada təhsil verən keyfiyyətini deyir, orada abituriyentin deyir. Yəni buralara diqqətli olun. Sonra da bir dənə üzr istəyirəm, davam edək. Davam edək müəllimlər. Dedik ki, təhsilimizin keyfiyyət səviyyəsini müəyyən eləmək, yəni bu hissə təhsilin keyfiyyət səviyyəsi. Nə ilə müəyyən elədik? 1. Təhsilin keyfiyyətini diqqətli olun müəllimlər. Ən əsas diqqətli oluruq. Beynəlxalq və ümumi Avropa sisteminə uyğunlaşdırma ilə diqqətli olursunuz. 2. Maddi texniki baza və müəllimlərin peşəkarlığı ilə diqqətli oluruq. Bir daha deyirəm, müəllimlərin peşəkarlığı, yəni maddi texniki baza, infrastruktur, beynəlxalq və ümumi Avropa dəyərlərinə uyğunluq və abituriyentlərin hazırlıq səviyyəsi. İndi keçirik təhsil müəssisələrində kadrların keyfiyyət səviyyəsi. Görək necə olaq, necə bilək ki, bizim kadrımız keyfiyyətli kadrdır. Birinci müəllimlər, biz kadrımızın keyfiyyətini bilmək üçün, yəni həmin məzunlarımızın, şagirdlərimizin milli və beynəlxalq əmək bazarındakı qabiliyyəti ilə, yəni bizim baxırıq ki, şagirdimiz beynəlxalq olimpiyadada nə qədər qalib, şagird qalib ola bilir, nə qədər beynəlxalq olimpiyadalarda uğur qazana bilir. Bu birinci məzunlarımızın, misal üçün, lap yerli olimpiyadalar olsun, nə qədər şagird, bölgələr üzrə nə qədər şagird uğur qazana bilir. Bu bir. 2 də ölkənin sosial-iqtisadi inkişafında rolu ilə müəyyən olunur. Yəni, kadrın keyfiyyətini biz bilmək istəyirsə, kadrın keyfiyyətini, təhsilin deyil, yetişdirdiyimiz əlimizdə olan kadrın. Bu zaman məzunların milli və beynəlxalq uğurları, 2 də ki, ölkənin sosial-iqtisadi inkişafındakı rolu ilə. Yəni, misal üçün, nə qədər kadr yetişib, təhsil sistemimizə xeyir verə bilir. Yəni, nə qədər kadr, əvvəl kadr problemimiz var, istəyir təhsil sistemi olsun, istəyir dövlət qaydaları, dövlət standartlarında olsun, yəni dövlət orqanlarında və digər yerlərdə biz görürük ki, kadr çatışmazlığı var. Yəni, bu kadrın hazırlığın keyfiyyət səviyyəsi ondan ölçməlidir ki, görə bu nə qədər sosial-iqtisadi inkişafda, nə qədər şagird xeyir verə bilir ölkəyə. Bu bir, yəni tələbə, abituriyent, bitirən məzun, 2 də ki, məzunlarımızın milli və beynəlxalq əmək qabiliyyətindəki rolu. Və təhsilin keyfiyyət səviyyəsini dedik ki, kim hansı orqan müəyyən edir? Müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və o da dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirilir. Və 10-cu məsələlərə 10-cu maddəyə gəldi. Təhsil haqqında qanunda. Dedik ki, müəllimlər, diqqətli olun. Bax, təhsil proqramı kurikulum var. Biz buna demişdik yadımızdakı ümumi təhsil haqqında qanunda qeyd edilmişdik. Təhsil proqramı kurikuluma nələr daxil edir? 1. Tədris planı, 2. Dərsdən kənar məşğələ proqramı, 3. məktəbdən kənar təhsil proqramı və 4. fənlər üzrə kurikulumları. 4 dənə idi. 1. fənlər üzrə kurikulumlar, 2. dərsdən kənar məşğələ proqramlar, 3. məktəbdən kənar təhsil proqramları, 4. tədris planı. İndi biz baxaq görək, diqqətli olun. Təhsil proqramı nəyi müəyyən edir? Diqqətli olun. Baxın. Dedik ki, təhsil proqramı, bax, bu bizim təhsilimizin bu proqramı, müəllimlər, diqqətli olun. Hər hansı bir ayrı-ayrı pillə olsun, səviyyə olsun. Bu nə deməkdir? Yəni, tutaq ki, deyək ki, məktəbə qədər olsun, ümumi təhsil olsun, ali təhsil pilləsi olsun və onun səviyyələri olsun da, fərqi yoxdur. Təhsilin məzmununu və mənimsənilməsi qaydasını, yəni biz təhsil proqramımızda, yəni bu kurikulum var, indi hal-hazırda müəllimlərin imtahana hazırlaşarkən öyrəndiyi və s. hamımıza lazım olan. O proqram bizim təhsilimizin məzmununu hansı şəkildə keçməyimizi, mənimsənilməsinin hansı formada, misal, hansı iş üsulundan istifadə edirsiniz, hansı deyək ki, iş formalarından istifadə edirsiniz, məzmunu necə olmalıdır, əvvəl müəllim yönümlü, indi şagird yönümlüdür. Yəni, bunu qiymətləndirir də. Dedik ki, təhsil proqramı nəyi müəyyən edir? Təhsilin məzmununu və mənimsənilməsi qaydasını
müəyyən edir. Təhsil proqramına nələr daxildir? Dedik ki, müəllimə, təhsil proqramına, yəni tədris planı, biz bunu qeyd elədik ki, bəyə kurikuluma nələr daxil edir? Tədris planı deyəndə, yəni tədris planı idi, dərsdənkənar, məktəbdən kənar, bir də fənlər üzrə proqramları idi. Və tədris proqramları eyni qaydada metodik tövsiyələr, yəni sonra təhsil strategiyaları, təhsil texnologiyaları və qiymətləndirmələr, diqqətli olun. Müəllimlər, bunu müəllimlər fən kurikulumdan qatıraq, təhsil proqramını fən kurikulumdan qatmaq lazım deyil. Burada qiymətləndirmə deyəndə ümumi təhsilin qiymətləndirilməsi deyil. Sizin fənninizin qiymətləndirilməsi demir ki, siz onu fən kurikulumuna qeyd edəsiniz. Aydındır müəllimlər? Yəni ki, misal olaraq, mən tarix müəllimiyəmsə, o icmalda hansısa bir atropiten mövzusuna aid qiymətləndirmə, şagirdi qiymətləndirirəmsə, analitik, holistik qiymətləndirmə və s. formativlə. Bu qiymətləndirməni təhsilimizin ümumi qiymətləndirməsinə daxil edə bilmərik. Ümumi qiymətləndirmə deyəndə, misal üçün, təhsil proqramının, dərsdənkənar məşğələnin nə səviyyədə olması, məktəbdəki fənlərimizin, yəni tədris olunan fənlər var, riyaziyyat, Azərbaycan dili, onların nə səviyyədə olmasıdır. Təhsil texnologiyaları da həmçinin ümumi texnologiyalar deyil. Sizin fənninizin texnologiyasına dəymirik. Metodik tövsiyələr, yəni fənlər üzrə kurikulum da odur ki, yəni ümumi fənlərimizin kurikulumlarıdır da. Yəni ki, Azərbaycan dilinin də metodik tövsiyəsi var, tarixin də metodik tövsiyəsi var və s. Təhsil proqramı demişdim daha genişdir. Nələr daxil idi ümumiyyətlə biz buna dedik? 1. Fənlər üzrə kurikulumlar, 2. Dərsdən kənar məşğələ, 3. Məktəbdən kənar məşğələ və 4 isə dedik ki, fənlər üzrə kurikulumlar aid və tədris planlara aiddir. İndi keçək digər hissələrə. Ümumiyyətcə diqqətli olmalıyım. Təhsilin bütün pillələri müəllimlər və səviyyələri olsun, fərqi yoxdur. Təhsilin pillələri, səviyyələri olsun. Bunların hamısı təhsil proqramları ilə keçir. Ali təhsil olsun, peşə təhsil olsun və s. Diqqətli olun. Ümumiyyətcə təhsilimizdə müəllimə əlavə təhsil olsun, distant təhsil olsun. Bunlar da, yəni bu xüsusi təhsil alma formaları da tətbiq oluna bilər. Yəni ola bilər ki, hər hansı bir koronavirus dövründə biz distant təhsil alma forması tətbiq eləmişdik. Sonra əlilliyi müəyyən olan şəxslərlə bağlı, yaxud sağlam imkanları məhdud olan şəxslərlə bağlı xüsusi təhsil proqramları keçirir. Nümunə deyim müəllim, baxın, tutaq ki, sağlam imkanları məhdud şəxslər buna ibtidaida gündəlik 2 saat keçirirlər. Görürsünüz, 5 saat keçmirlər, 4 saat keçmirlər. Çünki bu şagirdlərin, yəni xüsusi proqram olmalı. Çünki əlilliyi var. Bunların vəziyyəti, sağlamlıq imkanları nəzərə almalıdır. Onları xüsusi proqramına keçirik. Diqqətli oluruq. Keçək, dedik ki, Azərbaycan Respublikasında müəllimlər beynəlxalq təhsil proqramları da həyata keçirilə bilər. Təbii ki, biz bilirik ki, beynəlxalq təhsil proqramı da ölkəmizdə keçirilə bilər də, yəni ödənişli şəkildə də hətta keçirilə bilər. Sonra müəllimlərlə ən çox qatdığı yerlərdən biri təhsilin məzmununa verilən ümumi tələblər, müəllimlərin ən yaralı yerlərindən biri. Baxın müəllimlər, ümumi təhsildə də var idi bu hissə, diqqətli olun. Ən rahat yollarını deyirəm. Yəni məzmunu deyəndə bayaq siz yadınıza gəlirsə də qeyd elədik ki, təhsil proqramı təhsilin məzmununu mənimsənilməsini müəyyən edir. Bax, indi həmin məzmununa baxaq görək, bu təhsil proqramının dediyi məzmun necə olmalıdır? Baxaq, təhsil alanların müasir tələblərə, şəraitə uyğun olmalıdır, müasir tələb və şəraitə və məntiqi tənqidi yaradıcı düşünmə bacarığı formalaşdırmalıdır. Bu 1, 2, yaradıcı şəxsiyyət vətəndaş formalaşdırmalıyıq. Yaradıcı, müstəqil, şəxsiyyət vətəndaş. 3. Diqqətli olun. Daim yeniləşən, ömür boyu təhsil üçün hamıya imkan yaradan bərabər imkanlı təhsil yaratmalıyıq. Daim diqqətli olun. Daim yenilənən, ömür boyu bərabər olan, açıq bərabər imkanlar olmalıdır. 4. Real şərait yaratmalıyıq bununla bağlı. Yəni hər bir şagirdə real şərait yaratmalıyıq ki, şagirdimiz müəyyən bacarıqlarını göstərə bilsin. Və 5-ci, diqqətli olun, 4-dən 5-in yerini dəyişdim ki, burada ardıcıllıq olsun. Şagirdimiz ən azı hər hansı bir informasiya haqqında, bugün bilirsiniz, informasiya dövrüdür. Yəni, səviyyə istiqamət tapma bacarığı olsun, müəyyən yeniliyə, texnologiyaya açıq olsun. Şagird də əvvəlki kimi ancaq yazı pozma qaydasından deyil, həm də informasiya bacarıqları olmalıdır. Və şagirdlərə qarşı psixoloji zorakılığa yol verməmək. Və dedik ki, təhsil məzmununa verilən ümumi tələblər bunlar oldu. 1. Məntiqi yaradıcı tənqidi düşünmək. 2. Vətəndaş şəxsiyyət formalaşdırmaq. 3. Daim yeniləşən, açıq bərabər imkanla təmin olunmaq. 4. İnformasiya haqqında səviyyə tapma bacarığı formalaşdırmaq. 5. Real zəmin yaratmaq. 6. Psixoloji zorakılığa yol verməmək. Bunu sizdən dönə-dönə soruşacağım müəllimlər. Baxın, diqqətli olun. Təhsil məzmununa verilən tələbləri soruşacağım. Dönə-dönə soruşacağım. 1. Məntiqi tənqidi yaradıcı düşünmə bacarığı. 2. Vətəndaş şəxsiyyət formalaşdırmaq. 3. Yəni bərabər imkanlar yaratmaq. 4.
informasiya haqqında sevi istiqamət bacarığı formalaşdırmaq. 5. Real zəmin. 6-da psixoloji zorakılığa yol verməmək. Və keçək digər hissələrə bunlarla bağlı. Buralar rahatdır müəllimlər, narahat olmayın. Təhsilin məzmununa aid xüsusi qeydlər də var. Bu məzmunun tələbləri idi. Bunu soruşacağam. Dedik, məntiqi tənqidi yaradıcı olsun, vətəndaş şəxsiyyət olsun, ömür boyu açıq olsun, bərabər olsun. Yəni, informasiya haqqında sevi istiqamət tapma bacarığı, real zəmin və ya psixoloji zorakılığa yol verməmək olsun. Keçək təhsilin məzmununa və təşkilinə verilən tələblərə. Ümumiyyətlə, müəllimlər, diqqətli olun. Bilirsiniz ki, bunlar qeydlərdir. Yəni, bunu ümumi mən sizə öyrədəcəm. Əsas o məzmununa olan tələbləri diqqətli oxuyursunuz. Hal-hazırda bilirsiniz, gənclər arasında immunitet çatışmazlığı var, infeksiya təsiri, hər hansı bir problemlər genişlənib də təəssüflər olsun ki, biz o hissələrə xüsusi diqqətli olmalıyıq. Deməli, hər hansı bir gənclər arasında infeksiya olsun, immunitet çatışmazlığı olsun, hər hansı cinsi yolla keçən bu məlumatlar olsun, bunları tədris proqramına ayrıca bölmələr daxil edilə bilər ki, şagird ən azı məlumatlı olsun. Misal üçün, münasibətlərdə belə, əl-ələ verəndə, salam verəndə belə, yəni əgər şagirdin xəstəliyi varsa da, misal üçün, biz əgər bunu şagirdlərə immunitet çatışmazlığı olsun, hər hansı bir infeksiyalar olsun, düzgün başa salsaq, yəni başa salsaq uşaqlara, uşaqlar müəyyən qədər tədris proqramlarına uyğun olaraq başa düşər bu qaydalara yavaş-yavaş praktiki şəkildə əməl edə bilərlər tədricən. Yəni məktəblərdə deyək ki, müəyyən sağlamlıqla bağlı layihələr olur. Görürsüz, onların hamısı layihələrdir ki, əslində onlar tədris proqramına ayrıca bölmələrlə daxil edilir ki, yəni şagirdlərin məlumatı olsun. Yəni bunları tədris proqramına ayrıca bölmələr şəklində daxil olunur. Və diqqətli olun. Əgər biz şagirdə, müəllimlər, immunitet çatışmazlığı olsun, hər hansı bir deyək ki, xəstəliklər olsun, bu barədə məlumat verəndə, yəni hüquqlulara dəlilə əsasən sübuta, dəlilə əsaslanan məlumatlar olmalıdır. Yəni belə deyim də, sübut olunmuş məlumatlar olmalıdır. Biz özümüzdən falan vaxtı belə deyirlər deyib şagirdlərə məlumat verməməliyik. Yəni bizim göstərdiyimiz, şagirdlərə başa saldığımız infeksiyaların qorunmaq olsun, immunitet çatışmazlığından bu viruslardan qorunmaq olsun. Bunlar hüquqa əsaslanmalıdır. Yəni siz şagirdlərinizə çatdırdığınız məlumatlar hüquqa söykənməlidir. Özünüzün xüsusi təcrübələrinizə deyil. Sonra müəllimlər, diqqətli olun. Dedik ki, ümumi təhsil müəssisələrində yetkinlik yaşına çatmayan uşaqlarla barəsində, yəni öz uşaqlar, o həmin cinsi istismar olsun, cinsi zorakılıq olsun, bu təhlükələr barədə məlumat almaları təmin olunmalıdır. Diqqətli olun. Yəni ki, şagirdlərimiz məktəbdə, biz əvvəllər utanırdıq, misal üçün deyirdik ki, müəllim görəndə biz elə bilirik, nə bilim, müəllim yemək yemir və s. Bu kimi artıq dünya dəyişib, bu kimi ifadələr artıq belə deyim, öz axarını itirib. Yəni bu gün şagirdlərə artıq o davranışları düzgün şəkildə məlumat vermək lazımdır. Başa düşdünüz? Yəni biz şagirdlərə cinsi istismar barədə, cinsi zorakılıq barədə, adi bullying barədə şagirdləri məlumatlandırmalıyıq. Müəllimin borcludur ki, sinifdə deyilsin ki, ən azı şagirdlər bu gün, məsələn, anonim sorğular da həyata keçirilə bilər. Misal üçün, mən gəldiyim sinifdə, bu sinifdə mən görməyim ki, uşaqlar arasında cinsi istismar olsun, zorakılıq hadisələr olsun. Əgər bunu yəni kimsə utanar, çəkinirsə, bununla bağlı anonim sorğu keçirilə bilər ki, yəni şagirdlər çəkinməsin, müəyyən problemlərini dilə gətirə bilsinlər. Burada da konfidensiallığı qorumaq mütləq şəkildə vacibdir. Yəni, dedik ki, ümumi təhsil müəssisəsi tərəfindən cinsi istismar olsun, müəllimlər, diqqətli olun. Yəni ki, cinsi istismar olsun, hər hansı zorakılıqla bağlı özü müdafiə vasitələri barədə məlumat almaları təmin olunmalıdır. Məktəb bununla bağlı təlimat keçməlidir. Hər hansı bir daha qeyd edirəm, gənclərə immunitet çatışmazlığı və infeksiya ilə bağlı məlumatlar tədris proqramlarına daxil olunmalıdır və bizim verdiyimiz o infeksiya olsun, sağlamlıq barəsində olsun məlumatlar hüquqa, yəni dəlilə əsaslanmalıdır və ümumi üçüncüsə şagirdlərə cinsi istismar olsun, zorakılıq barəsində qorunma vasitələrini başa salmalıyıq. Növbəti, diqqətli olun müəllimlər. Diqqətli olun. Dedik ki, və yeni vacib olan bugünkü dövrün tələblərindən biri də budur ki, hal-hazırda bilirsiniz ki, yeni informasiya, kommunikasiya dövrüdür, düzdürmü? Bu dövrdə diqqətli olun. Şagirdlərə biz kiber hücumlar olsun, kiber təhlükəsizlik olsun, bu barədə təhlükəli vəziyyətlər olsun, yəni bullyingdə bunu keçirirlər daha geniş şəkildə. Şagirdləri məlumatlandırmalıyıq ki, şagirdlər bu haqda məlumatlar olsun ki, yəni
bu problemlərlə üzləşəndə ən azı müəyyən məlumatları olmalıdır və hətta bu cür kommunikasiya olsun, texnologiya olsun, hər hansı bir məsələlərlə bağlı şagirdlərə çatdıranda valideynlər və digər yəni qanuni nümayəndələr də cəlb oluna bilər ki, yəni bu barədə məlumatlandırılsın. Sonra müəllimlər ən əsas hissələrə keçəyin. Dedik ki, diqqətli oluruq müəllimlər. Dərslikdə, dərslik vəsaitində hər hansı kitabda reklam yerləşdirmək olmaz. Yəni misal olaraq deyək, təəssüf ki, bu gün bəzi dərsliklərdə mən mənfi hallar görürəm onunla bağlı. Dərslikdə məsələn arxasında reklam nömrəsi, yaxud da ki, deyək ki, hər hansı bir çap nömrə əslində olmamalı. Yəni kitabda reklam yerləşdirmək qəti şəkildə qadağandır. İndi ola bilər Elm və Təhsil Nazirliyinin özünün nəşriyyatı və s. bu məsələlər xaric. Ancaq dərsliyə, dərs vəsaitində şəxsi dərs vəsaitlərindən getmir söhbət. Ümumi Təhsil Nazirliyinin tabeliyindəki Elm və Təhsil Nazirliyinin tabeliyindəki dərs vəsaitlərinə kitabda reklam yerləşdirmək olmaz. Sonra idman mərci oyunları müəllimlər uşaq və təhsil müəssisələrinin azı 100 metr kənarda olmalıdır. Bunu diqqətli olursunuz və uşaqların diqqətli olsun. Dövriyyəsi qadağan olunmuş informasiya məhsulları isə 150 metr məktəbdən kənar olmalıdır. Buna da diqqətli oluruq. İdman mərci oyunları 100, qadağan olunmuş informasiya məhsulları isə 150 metr olmalıdır. Və bir də ən əsas yerlər müəllimlər. Bu uşaqların təhsil müəssisələrində təlim tərbiyəsi üçün diqqətli olun. İnformasiya məhsulları var. Bu informasiya məhsulları, yəni idman mərci oyunları olsun, qadağan edilmiş informasiya məhsulları olsun. Bunlar, yəni hansı qanundan? Uşaqların zərərli informasiyasının qorunması haqqında qanuna uyğun olaraq həyata keçirilir. Baxın, bir daha deyirəm, informasiya söhbəti varsa, informasiya haqqında qanuna baxmalıyıq. Biz informasiya məlumatlarını, bu məlumatları müəllimlər götürüb, siz bu məlumatları psixoloji zorakılıq haqqında qanuna uyğun olaraq həyata keçirə bilməlisiniz. Yəni, idman mərci oyunları olsun, təhsil müəssisələrində qadağan olunmuş informasiya olsun, uşaqların zərərli informasiyadan qorunması haqqında qanun istinad edəcəyik. Keçək təhsilin formaları, bunu ən hamısı bilirsiniz, formal, informal, qeyri-formal, hətta formal təhsilin, yəni bizim hal-hazırda məktəbə gedib gəldiyimiz formaldır. Onun qaydalarında demişdik, müvafiq icra hakimiyyəti orqanı, yəni Elm və Təhsil Naziri müəyyən edir. Diqqətli olun. İndi təhsil alma formaları. Təhsil alma formaları əyanidir, qiyabidir, distantdır, sərbəst eksternatdır. Biz bilirik, sərbəst eksternat 9-cu sinifdə təhsildən kənarda qalan şəxslərlə bağlıdır. Və bundan əlaqədar evdə fərdi təhsil təşkil oluna bilər. Bax, bu evdə fərdi təhsil var ha, müəllimlər. Bu təhsil forması deyil. Bu təhsil alma formasıdır. Bu nə formalıdır? Təhsil alma formasıdır. Unutmaq olmaz. Və müvafiq icra hakimiyyəti orqanı zəruri halda digər təhsil alma forması həyata keçirə bilər. Siz elə bilməyin ki, əyani, qiyabi, distant, evdə təhsil, fərdi təhsildən bitdi təhsil alma forması. Xeyr, müəllimlər. Ola bilər ki, hər hansı bir müvafiq icra hakimiyyəti orqanı texnologiyadan istifadə eləməklə hər hansı bir təhsil forması keçə bilər. Hibrid təhsil və s. göstərmək olur. Sonra təhsil müəssisələrinin. Dedik ki, müəllimlər, bayaq bunu qeyd elədim. Təhsil proqramı bizim təhsilimizin məzmununu mənimsənməsi qaydasını müəyyən eləmişdir. Düzdürmü müəllimlər? Bəli. Mülkiyyətinə görə təhsil müəssisələri neçə yerə bölünür? Dövlət, bələdiyyə, özəl. Buralar rahatdır, çox üstündə durmayacağam və burada xüsusi bir hissə var, orada duracağam. Müəllimlər, bizim hal-hazırda məktəbimiz, dövlət təhsil müəssisələri var. Bunlar hər hansı bir mənfəət əldə etmək məqsədi güdmür. Müəllimlər bunu bəzən qatır. Müəllimlər, bu sahibkarlıq demək deyil. Bu demək deyil ki, bizim təhsil müəssisəmiz diqqətli olun. Hər hansı bir idman, deyək ki, idman meydancasını icarəyə verə bilməz, ödənişli dərs keçə bilməz. Bu o demək deyil, keçə bilər. Onlar sahibkarlıqdır, iqtisadiyyatdır. Təhsilin özünün muxtariyyəti var. Amma dövlət təhsil müəssisələri, yəni ancaq mənfəət güdmək məqsədini elə idman meydancasını ancaq götürüb mənfəət güdsün, bu olmaz. Başa düşdünüz? Yəni bu qəti qadağandır. Mənfəət güdməməlidir. Sonra müəllimlər, keçək bu digər hissələrə diqqətli olun. Bu hissələrdə biz tam şəkildə bilməliyik. Deməli, müəllimlər, indi keçirik təhsil müəssisələrinin tiplərinə diqqətli olun və növlərinə. Bir dənə buraları tam şəkildə silək, müəllimlər. Sonra başlayaq təhsil müəssisələrinin tiplərinə və növlərinə. Bunu silim, sizə də zəhmət olmasa gözləyin. Deməli. Təhsil müəssisələrinin tipləri və növləri. Bir dənə gözləyin, zəhmət olmasa bunu silim hamısını müəllimlər. Yəqin ki, yorulmadım sizi də, biraz səbirli olun. Aha. Neysə, bunlar silinmədi, hələ ki qalsın müəllimlər. İndi keçən məktəbə qədər təhsil müəssisələri ilə bağlı olan hissiyə, yəni baxaq görən məktəbə qədər təhsil müəssisələrinə hansılar şamil olunur.
yaxud da ki, ümumi təhsil müəssisələrinə şamil olunan hissə hansılardır? Gözləyin. Deməli. Deməli, təhsil müəssisələrinin deməli, nəysə, davam edək. Dedik ki, təhsil müəssisələrinin müəllimlər tiplərinə baxacaq indi. Diqqətli olun, buralar bizə vacib olan hissələrdən biridir. Təhsil müəssisələrinin tiplərinə. Tamam, davam edək. Aha. Təhsil müəssisələrinin tiplərinə və dedik ki, bütün əsəb elədim, müəllimlər üzrü sayın. Davam edək. Deməli, təhsil müəssisələrinin tiplərinə baxaq müəllimlər. Dedik ki, təhsil müəssisələrinin tipləri və növlərinə.